İtiraz edirəm. Mən Cəsur Şəhid Məmmədov Asəfin atasıyam. Bir qayda atası kimi. Şəhid Məmmədov Asəfin atasıdır bu. Biraz şey, mən sənin yanındayım. Narahat olma. Sağ olun. Biz hamımız sənin yanındayıq lan. Ha baba burada şəhid anaları var. Şəhid anaları Şəhid sənin ana. yanında olayım. Şəhid anası, şəhid atası, nəm qazi ana. Mən maraqlı deyil, necə yanındasınız? Yəni nətər yanındasınız cidden? Yəni nə mənada yanındasınız? Söyüşlə danışmıram, təhqir eləmirəm. Nə var sadəcə onu deyirəm. Bunu bütün hamı, bütün Azərbaycan xalqı bilir, nə var, nə yox görüb də. Bu adam uşağının yanında canlı yayımda söyüş söyən qadındır. Nə bilim, dalımca danışan dalımı yeyir, qabağımca danışan qabağımı yeyir deyib video çəkib paylaşan qadındır. Yayımda qadınlara boşanmağı aşılayan qadındır ki, nə var evlənmək, boşanmaq ayıb deyil, ayrı yaşamaq öz başının qaynana da. Bu yəni söyüş saat, yəni bu xanımdır da o, bu qadındır da o. Yəni nə deyim, yəni xanım, qadın nəsə belə bir şey deməliyəm də, zənən xeylağı da, yəni sizin övladlarınız, yəni canımız qurban o şəhidlərin torpağına, yatdıqları yerə, nə bilim, sizin övladlarınız dünyasını onun üçün dəyişməyiblər ki, onun üçün şəhid olmayıblar ki, Azərbaycan gəncliyini məhvə aparan tiktokerlər, blogerlər, Azərbaycan milli mənəvi dəyərlərini tapdalayan, Azərbaycan ailə dəyərlərini tapdalayan insanlara, qadınlara gelib siz dəstək olasınız. Hansısa canlı yayımda, nə bilim, bəlkə də hansınız üçünsə 5 manat, 3 manat pul yığılıb, nə bilim də bir dəfə bayramda xaladennikvizi doldurub deyə əziz oldu. Mən doğrudan maraqlı deyə, yəni bu qədər canavar itirdik, bu qədər igid itirdik biz bu döyüşlərdə ki, baboşlar, nə bilim, ləmanlar bizim Azərbaycan milli mənəvi dəyərlərimizi tapdalasınlar, ailə dəyərlərini tapdalasınlar. Yəni çox şey var danışılacaq. Sadəcə indi səthi danışıram, səthi deyirəm bu şeyləri. Yəni siz necə bu yəni demirəm, yəni protiv gedin, ya bilim insanı nəyəsə başqa şeylərə məcbur eləyin, amma bitirin. Bitirin daha bu çırkı bitirin. Biz sənin yanındayıq, onun yanındayıq. Sizə çatmır ki, sizin o şəhid verdiyiniz övladlarınızın övladları, nəvələriniz, yəni bunlara baxa-baxa böyüyəcək. Və bunların canlılarında yəni siz görmürsünüz ki, nələr baş verir. Kimsə girir buna nəsə negativ bir şey yazır, naxadı ağzına gələni söyür, nə bilim yanında körpə qızı yanında fırlanır, söyüşün biri 1 qəpikdən bu söyür, heç nə uşağa baxır, nə bir şey. Nə bilim boşanmağın yaxşı bir şey olduğundan danışır ki, öz başım, öz boğazım, hayıfdır belə, qıza evlənənən ağlı yoxdur zat. Yəni bunlar bizim milli mənəvi dəyərlərimizə birbaşa zidd olan şeylərdir. Çünki biz Azərbaycanlıyıq, bizim ailə dəyərlərimiz, mental dəyərlərimiz var, mentalitetlərimiz demirəm, mental dəyərlərimiz var deyirəm. Yəni sapıq-sapıq şeylərdən danışmıram. Dəyərlərdən danışıram, duyğulardan, dəyərlərdən, bizi dəyərli eləyən, bizi biz eləyən nüanslardan danışıram. Yəni bu insanlar bunları məhv eləyir. Yəni siz bunları görmürsünüz, şəhid ailələri. Dəstəkdilər. Nəyinə dəstəksiz? Bizim istədiyimiz odur ki, bu insanlar sosial şəbəkədə yayın belə açsalar, özlərini Azərbaycan qadını kimi aparsınlar. Özlərini xanım kimi aparsınlar. Ağızlarına gələn söyüşü söyməsinlər. Ağızlarına gələn rəftarı, ağıllarına gələn rəftarı eləməsinlər. Qışqırmaqları, bağırmaqları hamımızın yadındadır. Görmüsünüz də bunları. Yayımda necə qışqırırdılar. Qadına xas olmayan davranışlarla az qala özlərini yolsunlar, buraxsınlar. Söyüşün biri 1 qəpikdən. Yəni bu adamlardır da bunlar. Nə dəyişdi ki? Mənə maraqlı olan bizim cəmiyyətin, bizim gəncliyin korlanmasının qarşısını almaqdır. Bu kimi insanlar, bu kimi rəftarlar, bu kimi davranışlar bizim cəmiyyəti, bizim dəyərləri məhvə aparır. Və bizim dəyərlərimiz üçün, bizim cəmiyyətimiz üçün canından keçən şəhidlərin valideynləri bu gün çıxır deyir ki, biz sizə dəstəyik. O övladlarımızın qəbrinə gedəndə heç olmasa danışır burada içəridə bir şey.
Oğlanlar, oğullar ona görə şəhid olmayıb. Bu günlərin baboşlar, ləmanlar burada yayımlar açsın, ağızlarına gələni danışsın, bizim milli mənəvi dəyərlərimizi tapdalasınlar, qadın əxlaqını tapdalasınlar, ailə dəyərlərimizi tapdalasınlar. O bunun üçün açmayıb, canlarından keçməyib oğullar. İndi şəhid ailələri çıxır ki, biz sizə dəstəyik. Siz nə düşünürsünüz uşaqlar? Mən səhv bir şey valla ola bilər də mən yanlışam. Həqiqətən and ola yeri göyü yaradan Allaha, şərəfim üçün deyirəm, vallahi deyirəm. Bəlkə doğrudan mən yanlış düşünürəm. Nəysə bir izah eləyim mən ki, qardaşım sən səhv düşünürsən. Elə deyir, belədir. Bu qız belə deyir, sən dediyin kimi deyir, belədir. Mən yenə deyirəm, amma mən o qızın bədənini satdığından danışmıram, nə bilim, belə şeylər atmıram, şərlər atmıram üstünə. Nə görmüşüksə internetdə onu deyirəm. Digər o birisi o qədənin olsun. Nə görmüşüksə onu deyirəm. Heç kimin üstünə mən şər atmıram. Nə görmüşük onu deyirəm. Yanlış deyirəmsə, səhv düşünürəmsə, üzr istəyirəm. Demək mən bu cəmiyyətdən deyirəm onda. Yəni belə bambılı kimi bu cəmiyyət elə deyəsə ancaq mənə lazımdır. Bu millətin, bu ölkənin, bu xalqın milli mənəvi dəyərləri kül mənim başıma demək onda elə təkcə mənə lazımdır. Əgər mən səhv düşünürəmsə.